Real Təhlil və İnformasiya Mərkəzi Mir Şahin. Hər vaxtınız xeyir. Həm bu vaxtınız, həm o vaxtınız, həm olub olmayan vaxtınız. Bugün hər şeydən danışacağıq. Həm yaxşı şeydən, həm pis şeydən, həm də tuxta şeydən. Şey sözü ümumiyyətlə Azərbaycan dilində özündə çox şeyi birləşdirir. Gil sözü kimi. Gil, tərkibi tək alüminium, qum, keramzit, karbonat hissələri ilə birləşən maddə deyil. Gil həm də özündə qohum, əqrəba, dost, tanış və s. insanları cəmləşdirən bir sözdür. Məsələn, biri o birinə deyir ki, dünən Əhməd Gil bizə gəlmişdi. Əhməd kimlə gəlmişdi? Bax, bu sadaladığım qohum, əqrəbə ilə. Azərbaycanda analogu olmayan bu tip sözlər çoxdur və heç bir dilə də tərcümə olunmur. İndi Real televiziyası olaraq Mir Şahin Gil sizin evə qonaq gəlib. Gil deyəndə mən kimi nəzərdə tuturam? Bəli, yazıcı, siyasətçi, aqil bir insan, idman həvəskarı, fanatı, özü dediyinə görə ən çox söylən deputat Aqil Abbasıdır. Buyursun Aqil. Hoş gördük Aqil müəllim. Sağ olun, hoş gününüzdə gör. Nə var, nə yox? Sağ ol qaqa, hər şey yaxşıdır, salamatçılıqdır, belə yavaş. Başqa nə var, nə yox? Bax, bu ifadə də heç bir dilə tərcümə olunmur. Sən, mən başa düşmədim qaqa, bura... Bax, qaqa, qaqa sözü. El oğlu, el qızı, mam oğlu, bu sözlərinin də heç bir dildə analogu yoxdur. Ümumiyyətlə elə bax bu qaqa biz deyəndə, sana deyəcəm saat, qaqa sözünü dünyanın harasında deyirsən deyə, onu hamı qardaş kimi başa düşür. Bax, qaqa, cici, qaqa, mamoğlu, yeganə ölkək ki, bizdə bibi-oğluya mamoğlu deyir. Bəli. Və sənin əbəcdadının, sənin 7 arxa dönənin... Yekə kişisən, verilişdəsən, sözlərinin də dünyanın heç bir dilində tərcüməsi yoxdur. Yoxdur, mən sizdən razıyam, Aqil müəllim. Bu nə yaxşı, sən də kimlənsə razı olarsan. Malades. Yaxşı, başlayaq. Nədən başlayaq, Aqil müəllim? Bax, siyasətdən də danışa bilərik, deputatlardan da, idmandan da. Gəlin elə futboldan başlayaq. Yox, qaqa, gəl domnadan başlayaq. Niyə? Bax, başını aşağı əy. Xeyr, mən heç kimin qarşısında baş əymürəm. Demirəm, baş əy. Deyirəm, başını aşağı əy. Bax, yaxın dur. Bax, sənin saçın qaradı, mənim saçım ağ. Bu qıraqdan baxanda bilirsən nəyə oxşayır, qaqa? Nəyə? Domnada ağın birini oxşayır. Neysə. Bu nədir? Bu bizdə Milli Məclisdə ən bək gedən zarafatdır. Buyurun, davam edin. Ne danışayım? Nasıl futboldan bakacağım saat. Yani o günleri ben Ağdam'a gitmiştim. Aha. Gittim, Ağdam'ı gördüm, bizim futbol yadıma düştü. Niye? Çünkü ne orada hesap yoktu ne burada. Hamısını sıfırdan başlamak lazım. Mən belə deyərdim. Ümumiyyətlə, bütün sahələrdə olduğu kimi, elə idmanda da pas verməyi bacaraq. Çünki hansısa futbol komandası bir-birinə pas vermirsə, neyniyir? Paslanır. Bəli. Hamı bir-birinin əlindən tutmağı bacarmalıdır. Bax, məsələn, eşitmişsiniz yəqin ki, indi deyəcəm sənə, Naxçıvan yarlısı, Şərur yarlısı, o hansı ki başlayır, 2 saat bitmir, muskatlar da deyir, aycan toyun vaxtından get. Eşitmişsən yəni. Sonra Göyçə yarlısı, eşitmişsən. Təbii. Ha var ki, bizim hər rayonun qaqa, özünün yarlısı olacaq. Onda hamı bir-birinin əlindən tutmağı bacaracaq. Onda da hamı bir olacaq. Və onda da hər rayonun özündə futbol klubları yaranacaq. Başa düşürsən, oradan da gözəl bir Azərbaycan futbol yığması yaranacaq. Bəli. Yəni sizin təklifinizcə biz futbolun inkişafı üçün bütün rayonlarda yallı kurslar açaq. Sən çox yaxşı bilirsən mən nə deyirəm. Mən demək istəyirəm ki, qaqa, hamı bir-birinin əlindən tutmağı bacarmalıdır. Nətər ki, bunu 2-ci Qarabağ müharibəsində bacardıq və düşmənin başını əzdik. Bəli, mən bunu demək istəyirəm. Qaldı ki futbola, qaqa, biz, bax, Azərbaycanın mini futbol klubu var, çempion oldu. Bəli.
Biz minini xoşlayırıq. Gəl elə bax, mini basketbol, mini biatlon, mini üzgüçülük yaradaq, hamısında da qalib gələk. Bax, görürsən, biz ticarətdə də minini xoşlayırıq. Mağazinin qabağına yazırıq mini market, alver gücdən alırsan. Odur ki, keçməliyik miniyə. Miniyə keçməliyik. Bax, çox gülməlidir. İndi mən sana bir sual verəcəm, o sana gülməli olmayacaq. De görün, bax, kanalların içində, reytingdə birinci, ikinci, üçüncü yerdə. Real kanal neçənci yerdədir? Yox, qoy sualı belə verim. Realdırmı sənin kanalın reytingdə, bütün kanallar içində bir, iki ya da üçüncü yerdə olsun? Bilirsiniz Aqil müəllim, bizim formata görə... Burada mənə Məlih Məmməd nağılı danışma. Başa düşürsən. İndi başlayasan ki, biz səviyyəli kanalıq, biz səviyyəli şeylər göstərik. Mənə faktlarla danış, qaqa. Bilirsiniz, ümumiyyətlə, birdə, ikidə, kim istəsə ola bilər. Bəli. ATV-də, ARB-də, Xəzər də ola bilər, Space də ola bilər, İctimai də ola bilər, ASTV-də ola bilər, istəsə mədəniyyət də ola bilər. Bunun nə aidiyyatı var axı? Ay, sağ ol. Ola bilər. İndi mən sana məsləhət verim. Sən götür kanalının qabağına bir dənə mini real yaz. Hamı başlayacaq sağa bax. Ya da ki, Real Madrid. Sanırım hamısı sağa bax. Təklifə görə çox sağ olun, minnətdarım sizə, Aqil müəllim. Mənə hamının baxmağı lazım deyil. Bilirsiniz, kim lazımdırsa, məni izləyir, baxır. İstər burada, istər Amerikada, istər Avropada. Başa düşdünüz? Keçək növbəti sualımıza. Aqil müəllim, 20 ildir ki deputatsınız. O kreslodan bezməmisiniz ki? İndi keçək həmən sualı sana verək ki, buyurun. Bir neçə ildir ki, sən bu kanalın rəhbərisən. Bu kreslodan bezməmsən. Heç vaxt Aqil müəllim, nə danışırsınız? Bax, bu kresloya oturduqca insanın məhəbbəti artır. Nə danışırsan? Mən dərdim ki, bu kreslonun özü bir eşqdir, eşq. Nətər Məcnun eşqinəm, nətər Məcnun eşqinə sadiq olub, mən də onam. Nətər Fərhad eşqinəm, nətər Fərhad eşqinə sadiq olub, mən də onam. Necə Məcnun eşqinə, necə Məcnun eşqinə sadiq olub, mən də ona. Necə Fərhad eşqinə, necə Fərhad eşqinə sadiq olub, mən də ona. Eşq, yəni baxmaqdan ona doymayasan, eşq, yəni heç vaxt onu tək qoymayasan, eşq, yəni qəlbimdən uzaq olmayasan sən. Eşq, yəni baxmaqdan ona doymayasan, eşq, yəni heç vaxt onu tək qoymayasan, eşq, yəni qəlbimdən uzaq olmayasan sən. Eşq, yəni hər dərdimə dərman olasan, eşq, yəni hər gün ona qurban olasan, eşq, yəni ömrümdəki hər an olasan sən. Eşq, yəni hər dərdimə dərman olasan, eşq, yəni hər gün ona qurban olasan, eşq, yəni ömrümdəki hər an olasan sən. İndi bildin, eşqdir o, eşq. Bəli, bəli. Daxilinizi tökdünüz. Stüdiyada yığır. Aqil müəllim. Bəli. Neçə ildir deputatsız onu bilirik. Bəli. Keçən növbəti sual. Aqil Keç. müəllim, istəyirdinizmi dübarə deputatların maaşı qalsın? Bilirsən qaqa, sənə bir söz deyim. Azərbaycanda minimal əmək haqqı 300 manatdır. Bu mənə və mənim kimi bəzi deputatlar var ki, belə yox, belə bəsdir. Amma deputat var ki, onun elə tək ayda evinin, bağının işıq pulusu 3000 manat edir. Yətər dolansın. Göründü bunun evi nə boydadır ki, tək enerji. Bəli.
tək işığa Bəli. 3000 manat pul verir. Bəli, bağı var. Nə bilim, obyekti var. Bağ da evi öyle. var. Elə-belə bağ deyil. Bəli. Hardasa 6-7 sot. Bunun hasarının, sot deyirəm, hektar. Bəli. Öz bağımda işləyirdim. Onun işıqlandırılması, şam ağaclarının dibinin işıqlandırılması, lampalar, Düzdür. baseynin işıqlandırılması, onların qışda qızdırılması, saunanın Elə. qızdırılması. Buna mən elə gəlir ki, Aqil müəllim, 3000 də bəs eləməz. Bəli, hələ tam deyəcəm sənə. Deputat var ki, İsveçrədən özünə yekəbaş itlərdən gətirib. Bəli, bilirəm. Serberlərdir, nədir onlar? Eləsi də var ki, Sibirdən xaski iti gətirir, özü bağında saxlayır. Bəli, bəli. Bu itlər də bildiyin kimi isti şəraitdə yaşaya bilmirlər. Bunlar mütləq bura gələndə kondisioneri bir yerdə yaşamalıdırlar. Ona görə də onların putkalarında, damında kondisioner işləyir, gecə gündüz. İndi sən nə deyirsən? Gecə gündüz millətin qulluğunda duran bu deputat hansısa bir kuçuya görə öz reputatsiyasını aşağı salsın. Olmaz ya. Olmaz. Bizdə onlar həmən o kondisionerlər pulsuz işləmir. Bəli, hava ilə işləmir. Havayı da Tokla işləmir. işləyir. Bəli. Bunun üçün də qanuna görə, qanuna əsasən heç bir deputat biznesdən məşğul olmamalıdır. Amma bütün bu xərcləri nəzərə alaraq nə edir? Bizneslə məşğul olur. Kimdir? Amma açdığı holdinglərin adını bilirsiniz kimə qoyur? Yox. Qaynının baldızının adına. Kimi deyirsən, nə başa? Məsəl üçün biri açır holding baldızının qaynının oğlunun adına qoyur. Güya siz uşaqsınız, yaxındır. Mən də deyirəm, niyə bu bütün mabinləri tutdular buna dəymədi? Neysə. Mimi də belə. Mimi nədir? Milli Məclis. Mimli məclis? Yox. Gəlin mən sizi bax gətirmişəm. Ümumiyyətlə abreviaturalarla tanış edeyim. Aha. Bax Mimi. Mimi. Nədir Mimi? Milli Məclis. Xeyr, Mimi müftə maaş deməkdir. MDB. MDB. Müstəqil Dövlətlər Birliyi. Xeyr, Moskva dedi birləşdik. Sonra. Bax, burada BMT. Birləşmiş Millətlər Təşkilatı. Bildiyiniz mənasız təşkilat. Sonra Ədəbi. əlavə dəyər vergisi. Əlim dəyməmiş ver. Tibbi ərazi bölmələrini idarə etmə birliyi. Tibbin ərazisindəki bardakları içindən bilən. Bəli. İcbari tibbi sığorta. Bu da Yox. bunu bilir. İsraildə, Türkiyədə sağalarıq. Yeni Azərbaycan Partiyası. Yeni Azərbaycan Partiyası. İndi bunu göstərəcəm. Deyirsiniz ki, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti. Ardınış, eləmi? Xeyr, bunu bilirəm. Abdullayev Rövnəqin davamçısı Nəcəfin şirkəti. Abreviaturalar da belə getdi, Aqil müəllim. Gəlin keçək 44 günlük zəfərlə bitən Qarabağ müharibəsini balaca müzakirə eləyək. Düzdür, müzakirəyə lüzum da yoxdur. Çünki qalibi heç vaxt müzakirə eləməzlər. Nə deyə bilərsiniz ümumiyyətlə? Əvvəlcə, gəl ondan başlayaq ki, Pyotr Pervi hardansa qartofu gətirdi, hardansa gəmini gətirdi və hardansa da bu erməniləri gətirdi, keçidli cəmaatın boğazı. Müharibənin birinci günü Paşinyan zəng elədi Putinə. Müharibənin ikinci günü Putin Paşinyana cavab verdi. Dedi, nə istəyirsən? Dedi, vəziyyət belə. Dedi ki, belə Qarabağ Azərbaycandır. Amma bir-iki gün gözlə sağ bir xəbər eləyir. Yola verdi. Yola verdi. Sonra biz Füzulini alandan sonra Paşinyanın arvadı zəng elədi Putinin arvadına. Yarım saat söhbət eləyəndən sonra dedi, bəs kömək elə, dedi, az dəlisən, biz Putinlə abaq boşalmışıq. Mən ona zəng eləyə bilməm.
Sonra Paşik zəng elədi bu Fransalı o gədə nədir? Spagettidir, nədir onun adı? Makron. Makaron. Ona zəng elədi. Dedi, bizdə görürlər, vəziyyət Rusçadır. O da o fermeşeldir, nədir o gədə? Dedi ki, Makron. Makron. Dedi, vəziyyət Rusçadır. Putinə zəng eləmə, niyə zəng edirsən? Ay Paşinyan, əgər vəziyyət fransızca olsa, Makrona zəng elə. Düz demirəm. Əgər türkün məsələ olsa, Cənab Ərdoğanıyıq. Bəli. Sabahsı gün bu Paşik zəng elədi. Bu Ruslarda bir qoca memunu oxşayan var. O Dəfnə yarpağı evdi. Nədir? Ha, Lavrova. Lavrova. Lavrova zəng elədi. Bu da buna cavab vermədi. Sonra Paşikin arvadı zəng elədi. Bu Makronun düz dedim. Makron. Makronun arvadına Bridget xanıma. hay. Bridget. Hə. Bridget yox ha, Bridget. Əmbər fərqi yoxdur. Zəng elədi o spagettinin arvadına. Dedi ki, ben vəziyyət, dedi, səysən, Bridget nədir? Sənlə danışan o Makron. Yumru verməşəl özüdür. Makron. O da dedi, bağışlasan Allah, səsiniz nətər bir-birinizə oxşuyursa, tanımadım. O da xətrinə dəydi, ad bu elə. Ta, bax, belə əradıma, belə qoysa dəyəcəm, 44 gün ona buna zəng elədilər. Qaqa, bax, vəziyyət belə olur. Yaxşı, bəs bizim Ali Baş Komandan Cənab İlham Əliyev kimə zəng elədi? Heç kəsə. Əksinə, Cənab Erdoğan oradan 3-4 gündən bir zəng gelir, dedi ki, yahu kardeşim, səni tebrik ediyorum da. Cebrail'i aldınız, sonra zəng geldi, yahu kardeşim, səni tebrik ediyorum da. Füzuli'yi aldınız. Bir günde zəng elədi, der ki, kardeşim tebrik ediyorum da şay aldınız. Ya peki bu Türkiye, Azerbaycan'a birleştiren Zengezur'a göre ne zaman telefon yapın, Cenab Prezident dedi ki, Gaga. Gaga dedi. Gaga sağ diyelim. O da dedi ki, Gaga. O da dedi ki, kardeşim, onsuz da bir neçə gündən sonra gəlirsən bu Şuşaya. Bu məsələni orada həll edir. Orada həll edir. Ağam mənim, Zəngəzur demişkən, elə gəlin bir balaca Zəngəzurdan da danışaq. Zəngəzur, almağı onsuz da alacağıq Zəngəzuru. Bu Kargoru dəhlizi, o da alacağıq tezgeci var. Sadece olarak biz bir Azerbaycanlı olarak artırmağı hoşluyuruq. Oranı inşallah alan kimi, oradan mütləq bir iki tane otaq dikəcəyik. Vay, otaqda sigaret çəkmək olmur, balkona çıxmaq lazım. Balkon artıracağıq. Balkonu artırandan sonra bu balkon otağı oxşayır. Nə qəşəng, bunu da bağlayaq. İnşallah. Vay, balkon yoxdur axı, bir də artıracağıq. İnşallah. Qəşəng yol deyə bunu da bağlayaq. Belə. Tam balkon falan, belə gördüm, çok kan gördüm, büyük bir öy tikmişiz. Ben selamlak belə. Əla. Mən alqışlayıram sizi, Aqil müəllim, gözəl analiz elədiniz. Gəlin, Rusiyanın Ukrayna ilə olan müharibəsini bir balaca analiz eləyək. Fikriniz nədir? Bu xəmir hələ çox su aparacaq. Amma yenə... Yəni, fikriniz budur. Fikriniz budur. Amma mən, Aqil müəllim, bu Rusiya ilə Ukrayna müharibəsini Ayı ilə Maşa çizgi filmi vardı ya. Maşa və Ayı. Bizim vaxtımızda. Bax, o çizgi filminə oxşadıram. Deməli, burada Maşa Ukraynadır, Ayı Rusiyadır. Bir orada personaj da vardı, nənə. NATO-da nənədir. Deməli, Maşa Ayını əsəbləşdirir. Ayı deyir ki, gör sənin başlarına oynaşacağım, amma heç də eləmir. Maşa deyir ki, sən bu səbətdəki kökələri, yəni bizim dildə desək, peraşkiləri götür, apar, nənəmgilə, mən də səni burada dəqiq 100% gözləyirəm. Ayı da inanır, gedir. Qaydan da görür ki, Maşa yoxdur orada. Maşa, sən demə səbətin içində gedib nənəsi gəlir. Özü də Ayının çiynində. Burada nənə kimdir? Bu Ay bir də ayılır ki, özü də bilmədən Maşanı götürüb aparıb NATO'ya. Nənəsi.
Bəli. Çox sağ olun Aqil müəllim. Real olduğunuza görə. Elə real olduğuma görə də hamıdan çox söylən deputat eləməm. Təşəkkür edeyim. Sağ ol. Ne okuyorsun sen yine? Cavanlığında okuyup bir peşe sahibi bir zibil olmadın. Ne o? Sen ne öyle lazım bilene. Burnuna niye sokurdun? Ne? Gelmişsen koş gelmişsen otur televizyona bak. Maraklıydım ben içinde ona göre soruştum. Ne o? Ha, istedim özüme bir sürücülük vesikası alıp şimdi de okuyuram diye prova almak için imtihana hazırlaşıram. Sen stop stop. 50 yıl bundan kabak 2000. yılda almamıştım ben provanı. Ha, Rahmet Dinoğlu o başka kategoriyalarıydı. O A, B, S, D, Y idi. Bu R'di, R. R not yok ha, R kategoriyası. Ne kategoriyası dedi? O hası minişti. Koymadın ki ben o hazırlaşım imtihanı. Varsa senden bir şey çıkmayacak. Raket sürmek için. Maşın zaten yok ha, raket. Nasıl devirde kalmışsan sana? Akbaşa çapta. Raket sürmek için Ne yapalım bu kadar çapta. raket sürmeye ne prava? Ben ne lazım? Kosmosta ne yol var, ne zebra var, ne adam var, ne radar, ne polis. Çin. Bas geçsin. Çin. Bu Metbal prospekti değil ki. Bardırın üstüne çıkabilmeyesen. Ortadaki betona göre karşı zolana çıkabilmeyesen. Ne dersen sür geçsin. Çini sana çıkar gülerler artık. ayıptı. Bak hele seni kimlerdi bak sen de ne burada yerde yol hareketi kaydalarını bilirsen. Neredeki o semadaki iddia yapma. Şimdi sana bir sual okuyacağım. Görme onu. oku. Onu Ben saklayayım. ben diyorum. Ben saklayayım. Yok. Aha taptım. De görek. Bakma. De görek. Bak tutar ki sen yer planetinden çıktın. Çıktım. Gelirsen üzü güneşe. Venera'nı geçtin. Geldin çattın Merkuriye. Bak bu vakti soldan Azerspace 17 P2 gelir. Sağdan da asteroid. İndi yol kimindi? De görüm. Rahmet dinlemesi. Biraz aşağı, biraz yukarı sürüp yedirsen. Ne yol verme? Odu bak kandığın da odu. Düz demedin. Yol Azerspace'indi. Ben de İngiliz, buraya. Buraya. Sen bana pul verirsen... hadi de yatıyorum. İğrenç karnımı ağrıladım. Plastik əməliyyat 22 fevraldan. Bir dəqiqə dayanın. Bu qorxulu film zatdır bə. Bilmirsiniz nədir bu? Dikkat. Əziz analar, Bacılar, halalar, bibiler, gəlinlər, baldızlar, day dostular, əmi dostular, eltilər, qaynanalar. padruşkalar, Sizi fevral ayının 22'si 23'ü Heydər Əliyev Sarayına bu şəhərdən yeni Plastik Əməliyyat adlı solo konsertinə hamınızı dəvət edirik. biletler artık satışta. Samirə çox kişilərin başını əkib, yad kişi ilə klubuda papros çəkib, elə bil ki üstümə benzin tökür.
Yandırdı qəlbimi aman, ey qaşları kaman, məni dərdə salan yar, sənsiz yaşaya bilmərəm, ey sevgili canan, bu eşqimə inan. Halalı yatıp harama düşübdür gözün. Senin o kadar adama düşübdür gözün. Değiller ki atama düşübdür gözün. Sevgi satılmaz babamın parasına. Alıp sığal çekip orasına burasına. Ağlama bakmayacağım gözünün karasına. Gözyaşı aksa da yüreğimin orasına burasına. Kimə desəm dərin quyu qazmışam, məcnun olub küçələrdə azmışam, sənə bir dənə belə mahnı yazmışam. O qızın gözləri badamı, badamı, o baxışlarıyla dəlidir adamı. O qızın gözləri badamı, badamı, o baxışlarıyla dəlidir adamı. Səni sevirəm az məni yaldat ginən. Get bir ayrısıyla başımı qat ginən. Mənə deyir ki işvi gücvi yat ginən. Düşün mənim gecə səhərə çatana qədər düşün mənim. Gözüm yuxuya dalana qədər düşün mənim. Zalimin zulmündən kağız qələmi tapana qədər, gəl məni axtarana qədər. Görüşdüyümüz o köhnə adresdəyəm, müəllimə məktəbdə denən xəstəyəm, atovu da Allah deginən dərsdəyəm. Gedək hoppalara, buralardan uzağa, gəl gedək hoppalara. Mən hara sən də ora, gedək hoppalara. Düşünməmişdim mən çıxıb gedəndə. Burada günah səndədir, yoxsa məndə. Moskvada mən məclisi tərk edəndə. Mən sənə yalvara bilmədim, dönüm hara gedim hara bilmədim, məni niyə qaytara bilmədin sən canım. Mən sənə yalvara bilmədim, dönüm hara gedim hara bilmədim, məni niyə qaytara bilmədin canım. Bilirsənmi səni niyə sevirəm, totuş motuş figuranı deyirəm, səndən yenə bircə xahiş edirəm. Çalxala çalxala, bir sağa bir sola, eller havaya, bir sağa bir sola. Çalxala çalxala, bir sağa bir sola, eller havaya, çalxala çalxala. Ən yaxın insan deyirsən sən mənə, sevgili canan deyirsən sən mənə, yola verərək can deyirsən sən mənə. Sənə çox can dedim ey can, can oğlum neynəmsən, demə candan üzümə, cananım oğlum neynəmsən. Sənə çox can dedim ey can, can oğlum neynəmsən, demə candan üzümə, cananım oğlum neynəmsən. Can, can, canan, can, can, canan. Ay gözü badamı, burnu şaftalı, bəsdi daha yormayaq artıq zalı. Gəlin bacı şərəfinə ver vəğzalı. Kuşun ağzı açıldı. Hanımlar ve canavlar.
Bilirsiniz ki, mən xalq folklorla maraqlandım, atalar sözlərinə maraqlandım, aforizmlər nəzərlə maraqlandım və indi onlardan mənim zənnimcə mənə təəccüblü gələnlərinin bəzilərinin nəzərinizə çatdırmaq istəyirəm. Gözlə əlaqədar neçə məsələlər var. Məsələn, kimiz təpəqapaz eləyəndə xalq arasında belə bir məsələ var. Deyir, gözünün odunu alıb. Çox qəribə bir şeydir, gözdə od olmaz. Kimsə nəsə axtaranda deyir, gözümə dəymədi. Sonra, ən dəhşətlisi, 2 gözünü bir deşikdən çıxardaram. Niyə? Məqsəd nədir? Yəni, öldürmək istəyirsənsə, öldür. Heç Hitler o vaxtı plenlərə belə əziyyət verməyib. Müddət soruşanda, kimisə görməyəndə belə bir söz var, yəqin eşitirsən. Deyir, dünən ölübsən, bildir ölübsən. Bir adamın 2 dəfə ölməyi çox qəribə bir şeydir. Məsafə ölçəndə, bir də görürsən, maşınla yol gedəndə deyir, çatmışıq, deyir, yox, hardasan, buradasan. Nətər yəni, hardasan, buradasan. Sonra, telefon zəhlərində bəzi interesli kəlmələr tapıb çıxartmışam ortaya. Biri-birinə zəng gelir, deyir, hardasan? Deyir, başqa yerdə. Nə fərqi var? Mənim yanımda döyülsənsə, onsuz da başqa yerdəsin. Zəng gelir biri obisinə, nətərsən? Sağ ol, yaxşıyam, pisəm, öydəyəm, çöldəyəm, xəstəyəm, sağlamam, işsizəm, işliyəm, filan, beşməkan uzun sıra atşot verdikdən sonra zəng eləyənin 2-ci sualına bax. Özün nətərsən? Əsərdən dədəmlə danışırdım. Bir də görürsən 2 nəfər qırğın eləyir. Aya, bir-birlərini qırırlar. Axırda biri deyir ki, sən düz deyirsən, amma elə deyil. Hə, bu fraza mənim çox xoşuma gəlir. Ağzımda sana deyirəm, ağzımda. Güya başqa yerdə danışmağın bir variantı var. Kimisə piyan görür, savası gün gedir kiməsə, filankasın balası eşşək balası kimi içmişdi. Sən Allah üzüm ayağınızın altına kim eşşək balasının içdiyini görüb? Deyir, kimsə kiminsə övladını pisləyirdən, deyir, filankasın balası meyminin axırıncı balasını oxşuyurdu. Güya, meymunun birinci balası Angelina Jolie'di. Sonra, bax, bu fraza, yağış göydən elə yağırdı. Yağış çox vaxt göydən yağır. Zəng eləyirsən kiməsə, indi danışan birdən, denən çəp birəm və yaxud da dediyi sözə bax, yanımda adamlar var. Mən heyvanxanada işləyirəm ki. Sonra və ən kulminasiya bunu mən belə nə bilim bu toyun pik nöqtəsi adlandıraram. Ev telefonuna zəng eləyir. Mən də elə güldüm. Ev telefonuna zəng eləyir, deyir, hardasan? Bir tuş. Xanımlar və cənablar, növbəti qonağı məclisə dəvət eləməkdən əvvəl mən istəyərdim sizin nəzərinizə çatdırım ki, öy yiyəsi, yəni məclis sahibi məndən xahiş edib ki, onun adından indi gələcək qonaqlara bir neçə kəlmə deyim. Qabaqcadan sizdən də üzr istəyirəm, bir daha nəzərinizə çatdırmaq istəyirəm ki, öy yiyəsinin adından danışıram və budu, gəlin, xahiş edirəm. Rayondan gələn qonaqları mən bura dəvət edirəm. Ay, nətər Mamoğlu Ələsvət oxçuydu. Əlövsət kimdə? Nəysə. Üstündə manatın var mı? Neysə manatlı? Bir Ay vətəndaş. üstündə var. Gələ qaqa. Özünə... Bu nədir? Özünə bədxərclik vermə. Bu nədir? Puldana bizdə musikantlara 2 manat verirlər rayon yerində. Bölüşərsən musikant, tərəsinə 24 köpük düşür. Onu demirəm. Qardaş, öy yiyəsi sana göndərdiyi dəvətnamədə nə yazmışdı?
Dayan. Sizi toyumuza dəvət edirik. Ay sağ ol. Və bunlar kimdir dalına salıb gətiribsən? Dedi, sizi biz də yığışıb gəldik də. Qadan alım. Onun mərfəti qanacağı yol verməyib ki, sana sən desin. Bəli. Ona görə də yazıb sizi. Bəli. Başa düşürsən? Yox. Düz deyirsən. Başa düşsəydin belə eləməzdin ax. İndi de görüm. Bəli. Gəlibsiniz neçə nəfər bu toya nə qədər yazılasınız? Ay, canım üçün diplomat görən oldu. Heç dəftər də görmədim mən. Dedim, yəqin toy pulsuz eləyir. Ay, Sağ Bakıda ol. 20 ildən artıqdır ki, uje diplomatdır, dəftər yoxdur. Restoranın fayesində, ya sağda, ya solda, balçoy yeşik, malinki deşik, konvert dız-bız. Məktub yazırsan. Ay, qadan alım. Sən ona, bax, Bəli. sən ona yazdığın dəvətnamədə sən nə yazmışdın? Bəli. Sən ona yazdığın dəvətnaməyə nə yazmışdın? Yazmışdım ki, sizi ailəlikcə toyuma dəvət Ay, edirəm. sağ ol. Qadan Yəni, alım. uşağın toyuna da. İndi qulaq as. Əgər dəvətnamədə sizi ailənizlə yazılırsa, deməli ailə üzvlərini, arvadı, uşaqları götürürsən, gedirsən toya. Əgər yazılırsa sizi xanımınızla, deməli arvadı vurursan qoltuğuna, gedirsən toya. Əgər sizi dəvət eləyirsə, deməli tək səni çağırır. Başa düşürsən? Başa düşürəm. O sizin toya ailə uşaqla gəlib 100 manat yazdırıb. Hansı ki sizin toyda toyun yerin biri 5-6 manata başa gəlir. İndi siz nə qədər yazdırasınız? Bəli. Nə qədər yazdıracaq? Bəli. Nə bilim valla. O dızvıza, Hə. dızvıza 100 manat. Ay, sizin elə mayanız uje 500 manat eləyir. Siz nə qarsınız? Nə qarsınız siz? Bir tikə çörək yemişik də. Məni başa düşür, Bakıda yerin biri 70 manat. Üstünə gəlir muzikantlar, nə bilim bərbəzə falan, bunun eləyir hamısı 100 manat. Başa düşürsən? Cəmaatın belini niyə qırırsınız ay eşşək? Toy yəsinin adından deyirəm. Siz niyə cəmaatı bu vəziyyətə qoyursunuz ay alçaq? Sən 45 razmerdik altında qalarsan ha. Onun dediyin deyirəm də, mənə nə deyirsən? Göz qohumunda özün bilərsən. Mənə elə söz deməz o. Bayaqdan həkk gəlibsiniz özünüzə. Bir tikə çörək yemişik də. nə- Burnumuzdan niyə gətirsən ha? Bir tikə çörək yeyənə bax. Sən döydün bayaqdan aşın üstünə marojunu qatıq əvəzi töküb qarışdırıb yeyən. Biri soğuqdu, bir də isti. Qatdım ki, boğazım ağrımasın ha. Sən dölsən bayaqdan tortu lavaşa büküb yeyən. Çox şirin idi, dedim ürəyimi vurmasın da. Adama 2 potulka araq içibsiniz. 2 potulka. Bu Bakının araqları adamı tutmur. Elə bir su içirsən, qadan qalın. Tutmaz da nə? Bilirsən niyə? Çünki əsl araqdır, rasiskidir. Potulkası 60 manatdır. Sizin o kətdəki qışqırmış meyvədən çəkilən potulkası 5-6 manata olan o meyvə arağı deyil, hansın ki içəndən sonra cəyrəndə qonşunun pəncərələri çartdı şüşəsi. Deyən bunlar loxluyurlar. Suyu 60 manata satırlar. Canım üçün bilsəydik öz aramızı gətirərdik hə. Yox əşi, çox sağ ol ki gətirməyibsiniz. Nə də bayaqdan o meyvəni qoyurlar stola. Oynayaq? Yox. Meyvəni qoyurlar stola. Afsan toyun yarısında onu aparır, doğrayır qəşəng. Gətirir, qoyur stolun üstünə. Nə də bayaqdan mazutlu barmaqlarını soxursan, alma demirsən, armud demir, heyva turtuşdurursan bunların ağzına. Nə olur be? Meyvə dana verirəm, cəmaat yesin. Məni 25 ildən artıqdır Bakıda toy aparıram. Hələ görmədim ki, vid üçün, bəzək üçün o stola qoyulan şampanskını kimsə açıb içsin. Sən kətdə buğlama ilə şampansk içirsən? Ay alçaq! Bu öz sözüm idi. Sən öl toya qanqalaçlıq salmaq istəmirəm. Prob elədik da. Prob. Sən prob elədin, o prob elədin, mən prob elədim. Biz axşam çıxıb gedirik. Yəsi qaldır, o domba göz administratoruna. Axşam gəlir, deyir müəllim, 450 demişdiniz, 500 adam gəlir. İndi o 50 nəfərin 100 manatdan pulunu çıxı bura.
Sənin xəbərin var ki, Bakıda toy olub ki, toyun pulunu verə bilməyiblər. Bəylə gəlini zalog saxlayıblar ki, get pulu gətir, sonra gəpirar. Kime? Kime? Onu ben bir sen ne ayırım Yavaş Fah, Schwarzenegger. zalog saxlayırlar. Onlar ondan pul istəyəndə sən uca rayonda olasan. Mütəkkəni qucaqlayıb yatasan. Her yer gedir ya. Belgiyle gedəşi axşam. Sənin başın xarabdır, sən səysən, dəyəlisən məyəsən. Bura gəl. Qohumdur da ana. Bejə, ola bilsin ki, bəyin atasıyla anası altından qırmızı ruşka ilə xət çəkirəm. Niye? Atası, anası ola bilsin ki, bejə avtovağzalda skameykada yatdılar. Hakkı. Boy, mərfətsiz övlad. Heç olmasa bir kil yaşayardılar da sizlə. Hele toyun birinci günü atan anan kovlayırsan ha. Ay tut senin özünü. Ona görə yox, Bəs nəyə görə? canına zara görə. Bu şey də, bu. Davay basın, davay. Ne deyirsən başa düşürəm. Çıxın gedin. Hadi gedir, kim atır benim oynayacağım. Bunlara bir yallı çalgı oynasınlar. Bak dur. Davay tez bir şey çal, tez. Qara yara! Canına zar! Buna bak, pendir boşkasını oxşuyur. Azar! Boğmalanı bir heyvan kimi. Sen hele bunları reddelin ya buradan. Evet, ay gede. Götür zibilinizi de dava çıkın gedin, dava. Hadi gedirik. Bəy tutun. İndi gedərsik bəygilə. Niye? Ay, azalım. Axınalı baş. Toğlu gətirmişik 3 dənə. Qoyun gətirmişik. Bəylə gəlin toy qutarsın, getsinlər, girsinlər həyətə. Ayaqlarının altında qurbanı kəsək. Allah qəbul eləsin bütün qurbanları. Sonra çıxır, cəhənnəm oluruqdan evimizə, eşiyimizə. 3 tane toğlu, 150 manattan, 100 de bura yazır. Sizin qadanızdan olur. Rayondan gələn qonaq başqa şeydir. Rayondan gələn qonaqlar xoş gəlib, səfa gətiribsiniz. Həmişə siz gələsiniz. Şad günlərdə görüşək qadanızı alın. Çox yelləmə ürəyim bulanır. Təbrik edeyim, söz deyim. Buyur. Təbrik edeyim bəyimizi, gəlimizi. Xoşbəxt olsunlar. Qoy elə illər çəksin onların övladlarının toyunda. Biz gərək bax onları belə ziblə salaq ha. Amin. Qurbanlar kəsə inşallah. Amin. Allah bütün qurbanları qəbul eləsin. Bir oyun havası çal, mən də bunlardan oynayacağım. Deməli gidik, buraya. Buraya. Sen bana pul verirsen, hadi de yatıyorum. İğrenç karnımı arıqladım. Plastik əməliyyat 22 fevralda. Bir dəqiqə dayanın. Bu qorxulu film zatdır bəyəm. Bilmirsiniz nədir bu? Dikkat, əziz analar, Bacılar, halalar, bibilər, gəlinlər, baldızlar, day dostular, əmi dostular, eltilər, qaynanalar, padruşkalar, sizi fevral ayının 22'si 23'ü Heydər Əliyev Sarayına bu şəhərdən yeni plastik əməliyyat adlı solo konsertinə
hamınızı dəvət edirik. Biletler artık satışta.